Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Dəyər yayınlarının 21 dekabr tarixində keçirilmiş olduğu imtahandan ingilis dili suallarına baxaq. 8-ci siniflərin sualları. Listening hazırda əlimdə yoxdur. Birazdan onu şərhə qeyd edəcəm, oradan baxarsınız. 56-da doğru cavab olacaqdır A variantı. Getdik 57-yə. Bir saniyə. Aha. 57-də B variantı, 58-də D, 59-da Y variantı, 60-da Cuisine, 61 D, 62 D, bir dəqiqə 61 deyib 62 yazdıq. Çox üzüldü sayarsınız. 61 D, elə onsuz da 62-də D-ymiş. Bir dəqiqə. 63-də B variantı, 64-də C, 65-də since olacaqdır. 66-da A variantı olur. 67 D, 68 B, 69 D variantı, 70 Y variantı, 71 B, 72 C, 73 Y variantı, 74 C, 75 isə A variantı. Vaxt baxımından izahlarını vermədim, sadəcə doğru cavablarını qeyd etdim. Ümid edirəm ki, faydalı oldu. Hər birinizə uğurlar olsun.